Hayda yaymam, Allah size rəhmət eləsin. Orada çox əziyyətlər çəkmişsiniz. Oğul uşaq böyütmüşsünüz. Oğul qız toy eləmişsiniz. Sünnət toy eləmişsiniz. Allah rəhmət eləsin. Bədbax təşkilat 1983-cü ilin avqustun 3-ündən bax, burada evdə anadan olur. Böyükü kimi yoxdur aralarımızda, yoxdur sıralarımızda. Yoxdur, getdi. Ay, istərin əvə getdi, ay baba, Allah sizə rəhmət eləsin. Sizin eviniz mənzərədir. Mənzərədir. Sənin evinlə çox əziyyətlər çəkmişsən. Çox zülümlərlə etkinsən. Böyükü gün heç birinin qismət olmadı. Buranı çəkibdir. Salifədin qaynatası Umut Üstəvi. 1968-ci ildə. Ha, dayı. Allah eləsin babaya, Ziveydən əllə təşkilata rəhmət eləsin. Təşkilat burada böyük başa çatıb. Təşkilat çox ləyaqətli, qeyrətli oğlandı, heyf. Buradan da Mirza dayıma, Tahir dayıma salamlar. Təşkilat bu evdə doğulub, böyüyüb. Qasım düşmüş buradan. Allah qəbir nurla doldursun. Bu məhəllədə qürbətə də salamlayalım da, Qorxmaza Oxtay hamısına. Bu evdə böyüyüb, doğulub. Çox gözəl insandır. Allah sizə rəhmət eləsin. Hamısı. Biz Bu da sənəyimizdir. Dədəm mən rəhmətli Mahir Nazim, o vaxt 92-də bu evdə nə qədər qaldıq? Bir ay, 2 ay qaldıq burada. Allah cəmi bu məhəllədən köçən hamısına rəhmət eləsin. Məhkənləri cənnət olsun. Dayı, başqa sözüm var? Yox, sağ ol başa. Allah kömək olsun. Keçən dəfə səfəri sayğasına böyünə Allah kömək olsun başa. Allah sayğalarına bir şey köməklər qalmasın. Sən sayğalarına qismət olar olmaz bir də gəlmənəm. Çox gələcəksən, ağa sonra. Hələ bilmirəm. Sağ ol de.